Konstruksiyada yəqin ki, balans sözünü bir çoxlarınız eşitmisiniz. Bəs balans dedikdə nə nəzərdə tutulur? Bu təkcə Çin tikişlərinin yerində durması deyil. Gəlin buna ətraflı nəzər salaq. İlk növbədə geyimin balansına insanın anatomik duruşu təsir edir. Bunda onurğa sütununun önə və ya arxaya əyilmə dərəcəsi rol oynayır. Buna görə də balans mənfi, neytral və ya müsbət ola bilər. Konstruksiyada balans düzgün hesablanmadıqda geyimin ətək hissəsi yerə paralel şəkildə durmur. Çünki ön və arxa məsafələr fərqlidir və bu fərq nəzərə alınmalıdır. Bu səbəbdən də həm üst bədən geyimində, həm də şalvarda yan tikişlər yerində durmur və bucaq altında qalır. Şalvarda bu daha aydın görünür. Gördüyünüz kimi buradakı dairələr, çanaq dairələri hamısı eynidir. Hər üç bədəndə də eynidir. Həmçində bel dairələri. Sadəcə qarnın və poponun önə çıxma dərəcələri balansdan asılı olaraq fərqlidir. Və bədən tiplərinə görə bu fərqləri nəzərə almadıqda geyim əyində defektli görünür. Və bizim AFS sistemində bu defektlərin yaranma ehtimalı %0'dır. Çünki hər şey burada düsturlarla hesablanır. Bəli, bəli.